Getkalar. Hardayıq? Aeroportda. Qaqanız 3-cü ölkəyə gedir. Gedirik Bali'yə. Deməli birinci getmişdik Maldivə. Bir ay orada qaldıq. Gəldik Malaziya. 12 gün burada qalmışıq. Gedirik Bali'yə. 2 ay qaqanız Bali'də dincələcək. Öpürəm sizləri. Bizim hostelimizdir. Kuşların səsini var. Cəh, 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 cəh. Bura bazardır. Getkalar necəsiz? Qərara gəldim ki, indən sonra özümdən vloglar çəkim. Belə şən oğlanım, dedim sizi də şənləndirim. Vlogumuzun məhsi bundan ibarətdir ki, Bali'də günü 30 manata necə yaşamaq olur? Hal-hazırda Bali'nin mərkəzindəyik. Qaqan bir dənə bubble alıb 1 manat 80 qəpiyə. 1 manat neçə qəpik? 1 manat 40 qəpiyə qadam. Sizə gündəlik haqqında belə söhbətlər eləyəcəm, maraqlı. Baxın. Görürsünüz? Hər yeri belə məbədlərdir. Biz deyirik ki, dindarıq. Vallahi çıxandan bəri 4 dənə ölkədə olmuşuq ki. Bunlar dindardır. Biz elə belə başını qatırıq. Bunlar seriozlu dindardılar. Bütün günü belə hər yerdə belə məbədlərdir. Gələcək yeməkdir, işməkdir, qalmaqdır. Gəzməkdir. Gün 30 manat qardaşım. Bir həftəlik gəlirsən 150 manat. 2 nəfər deyirəm, hesab, 1 nəfər də yox, Allah haqq. 2 nəfəri gün 30 manatdan başını qatsın. Getkalar, qaqanı dincəlir. Bizə 2 dənə turist tapmışdım. Düşdüm dallarla dağ-dərə, irəmə. Riyaznik görsədəcəm onlarda. Qaqanız bir dənə motosiklet sürür, dəli kimi. Bax, Ceyrana bax. Allah'ın yolun o üst tərəfində. Qaqanız 12 manata pizza. Ləbələqı, günorta yeməyinə belə yola veririk. İndi axşam yeməyində özüm çəkib atacağım. İnteresli şeylər var buralarda. Yetdən, rahat olma. Mələ motosiklet arendəyə götdük. 11 manata, 12 manata. Benzini dedi ki, tökərsiniz, töymədik. Elə sür, yarda qırlar, Allah kərimdir. Gələcək əhvalatlardan da sizə danışacağım. O belə bir restorandır. Azərbaycanda bir restoranda otursan 20 manatdan aşağı pizza yoxdur. Dostum 2 saata yaxın motosiklet sürmüşəm. Tər suyun içindəyəm. Yaxşı olayım inşallah. Ceyran var. Ceyran. Qaqalar, deməli çatırsınız bura. Bir dənə tanış var, xod eləyirik. 11 manata motosiklet götürürsən.
Ya taksiyə pulu verim, nağarım, benzin pulu dərdi, getmək dərdi, gəlmək dərdi. 10 mil mən, motosiklə. Yolu görsən baxsınlar. Dünyada ilk az pul manat götürüb Maldivdə motosiklet sürən oğlan. Əziz izləyicilər, bunlar nəsə təpələrə gedibdir. 10 manat verib adama 5 manatdan giriş edirik. Və burada bunlar əcaib heyvan olaraq induşkanı göstərdilər bizə. Yəni bu bizdə görməmişik mi bunu nə idi? Bir də o bir tərəfdə bir heyvan var idi. Deməli o kakaonu dizdirirlər ona, sonra onun kakaşkalarını təmizləyirlər, təzədən kofel olaraq cəmaata satırlar. Görüşdürüz yəni ki. Qaganız durdu. Qəşəng. Çayını içdi. Gedir ayrı 10 manatlıq otellə qalmağa. Deməli otellərin qiyməti 10 manat, 12 manat, 13 manat, 14 manat. Belədir. Dünən axşam da pizzadan sonra heç nə yemədik açığı. Yorğun idik, gəldik, yatdıq. Taksimiz gəldi 4 manata. Yarım saatlıq yolu 4 manata aparır bizə.